Səlamlar deyirəm bizimlə bərabər olan hamıya. Bugün Urmu gölünün qurudulma məsələsini danışırıq və yanımızda dəyərli Lalə Cavanşir vardı. Lalə xanım, mən başlamaq istəyirəm birinci sualımızla. Urmu gölünün bizim kültürel gələnəyimizdəki yeri hardadır və bir ədəbiyyat və ya tarix uzmanı kimi bu haqqda nə deyə bilərsiniz bizə? Bilirsiniz, maddi varlıqlar, yerlər və məkanlar bizim yanından keçib getdiyimiz elə belə bir anlam ifadə etməyən varlıqlar deyil. Bizim yaşadığımız məkanlar e, həm insan olaraq psixolojimizə, xarakterimizə yansıyır, həm də kültürel olaraq yaradıcılığımızda özünü əks etdirir. Məsələn düşünün, bizim xalçalara baxsaq, buna bir örnək olaraq xalça kültürümüzə baxsaq görürük ki, xalçalar hardasa bir roman və hekayə kimidir. Keçənlərdə mənim bir tanıdığım, keçən illərdə bir uzman bu xalçadan bir tikəsini mənim üçün oxudu. Tam bir nağıl kimi idi. Yəni oradakı dəvə köçləri, nağıllardan gələn toxbaşlı əjdahalar, bulaqlar, daşlar, orada yaşayan düşünün heyvan türləri, insanların yaşam biçimi o xalçada şəkillənirdi. İndi Urmu gölünə gəlsək, ora sadəcə bir su yığını, bir göl, sadə bir göl deyil. Oradakı bölgə xalqının o göl onların rəqsində, bayatılarında, yaşam biçimlərində, mərasimlərində deyək, ciddi təsiri olan və özünü əks etdirən bir dənizdir. Ya da yerli xalqın dili ilə desək, ora bu tip bir dəryadır və insanların maddi mənəvi həyatı ona bağlıdır. Göl yəni sadəcə bizim bu fiziki coğrafiyanın maddi olaraq bir parçası deyil, həm də kültürel coğrafiyanın, zehinsel coğrafiyanın mənən bir parçasıdır. Bu da o deməkdir ki, Urmu gölü və onun acılı şirinli günləri deyək, bizim yazılı sözlü ədəbiyyatımıza və digər kültürel alanlarımızın oluşmasında və ortaya çıxmasında ciddi mənada rol alıb buraya qədər və bundan sonra da fərqli biçimlərdə yer almağa davam eləyəcəkdir. Lale Hanım, söylediğiniz gibi Urmu Gölü yalnız fiziki bir varlık değildir. Sizce onun qurudulması ile bizim bir millet olarak neleri itiririk? Əslində gölün quruması ilə biz bir çox şeyi itirəcəyik. Bunu müxtəlif alanlarda araşdırma aparan mütəxəssislərimizdən zaten eşidirik. Məsələn, torpaq itirmə ehtimalımız var. İqtisadımız deyək, zaten Azərbaycanın zəif olan iqtisadı çöküşə doğru gedə bilər. İnsan qaynaqları deyək, köçlər nəticəsində insan qaynağı itirəcəyik, sağlam hava itirəcəyik, sağlam yaşam biçimi itirəcəyik və bunlar çöküşə doğru zaten getməyə başlayıb bu hava və sağlamlıq açısından baxsaq. Amma bunlara əlavətən kültürel mənada da böyük bir sərvət itirəcəyik. Çünki insanların bugünündə və hafizəsində ya da xatirəsində deyək, canlı olaraq yaşayan və bir çox anlamda bizim cəmi və toplumsal xatirəmizi oluşduran bir varlıqdır bu göl. Onlardan biridir və biz onu itiririk. İndi yəni bu fiziki varlıqlar eynən ədəbiyyatda falan da olduğu kimi də bunlar bizim triggerdirlər, mühərrikdirlər. Yəni bizim müştərək xatirələrimizi, müştərək toplumsal hafizəmizin mühərriki ola bilərlər. Düşünün, məsələn, biz Urmu gölündən danışanda onun içindəki adalar, Osmanlı yumruğu, niyə Osmanlı yumruğu olub? Bax, Osmanlı tarixini bizə xatırladır. Osmanlıların bu ola bilər paşaların gəlib orada soyqırımı önləmələrini bizə xatırladır. Ya da məsələn deyək Kazımxan daşı, Kazımxan quşçunu bizə xatırladır. İnsanların soyqırım zamanı, Qərbi Azərbaycanda gedən soyqırım zamanı o adaya sığınmalarını bizə xatırladır. Bunlar niyə mühümdür? Mühümdür çünki yəni demək istədiyim odur ki, niyə toplumsal və cəmi hafizənin mühərriki olan varlıqları qorumaq mühümdür? Çünki keçmiş, bunlar bizə keçmişi xatırladır, keçmişi yenidən yaşadır. Keçmiş bizim bugünkü ehtiyaclarımızı və bir millət olaraq insanlarımızın
iqtisadını, iqtisadi, ictimai və ya siyasi çıxarlarını, maraqlarını hifz etmək üçün yenidən şəkillənir. Bu bütün millətlərdə belədir. Keçmişlərini bu günlərinə uyğun olaraq, bu günlərin çıxarlarına uyğun olaraq bəzi yerlərini daha yenidən şəkilləndirirlər, xatırlayırlar, bəzi yerlərini xatırlamırlar, unudurlar, qalıb o duruma. İndi bizim müştərəkatımız yox olsa və onların mühərriki olan, onları keçmişi bizə xatırladan fiziki varlıqlar yox olsa, bir millət olaraq biz pərişan hafizə olarıq. Hafizələrimiz pərişanlaşar. Və milli Alzheimerə giriftar olmağımız, milli Alzheimer yaşamağımız rahatlaşar. Bu milli Alzheimer yaşasaq nə olar? O da olar ki, milli mənafelərimizi, millətimizin çıxarlarını, insanlarımızın çıxarlarını təmin edən heç bir şeyi görməməyə başlarıq ya da o mənafeyi başqalarının mənafeyinin içində aramağa başlarıq. Yəni başqalarının vicdanına və umuduna əmanət yaşamağa başlarıq. Bu bizdə hüviyyətimiz dəyişər. Artıq assimilasyonun müxtəlif təbəqələrdəki olan şəkillərini çox rahatlıqla gerçəkləşmiş olar. Bu Urmu gölünün qurudulması da elə bu doğrultudadır. Bu yeni bir siyasət deyil. Düşünün, Pəhləvilər zamanı bizim Təbrizdə Qacarlardan qalan bir çox bina yıxıldı, yox oldu, getdi. İndi də məsələn elə eşidirik, nə bilim, Həsən Padşah məscidi pis gündədir, dağılır, tarixi yerlərimiz aradan gedir. İndi düşünün, onun yanına qoyun bu Urmu gölünü, o da aradan gedir. Yəni bunların hamısı aradan getdikcə, məsələn Təbrizdə Təbrizin vəliəhdnişin olması, iqtisadi qütb olması, bunların hamısı o binalar getdikcə insanların toplumsal hafizəsində ya silinər, ya zəiflər, qabaqçı böyüklüyü qalmaz. Yəni ortaq hafizə, ortaq keçmiş hər hansı bir keçmiş deyil. Yəni məmuli hər hansı bir keçmiş deyil. Bugünün hədəf və çıxarlarına xidmət edən bir keçmişdir. İstemar bunu çox yaxşı bilir. Sadəcə bizdəki daxili istemar yox, elə dünya səviyyəsində istemarlar bunu çox yaxşı bilirlər. Düşünün, Afrikada məsələn biz romanları falan oxuyanda, onların araşdırmaları da, akademik araşdırmaları oxuyanda da görürük. Amma bunun özünü daha belə səmimi bir şəkildə əks etdirən yerlərə, romanlara, şeirlərə baxanda görürük ki, məsələn heç bunlara Afrikanın o gələn istemara Afrikanın tarixi əhəmiyyətli olmayıb. Afrikanın coğrafiyası biraz əhəmiyyətli olub, çünki oradan çəkib aparırlar oradan hər şeyi. İndi bu elə bizdə də eyni keçərlidir. Təbrizdə Qacardan qalan binaların yıxılması, Urmu gölünün qurudulması, istemar göl quruyarkən bunun farkındadır. Buna susan mərkəzçi Aydın da bunun farkındadır. Nəyə sustuğunu bilir. Çox yaxşı bilir hətta. Yəni demək istədiyim odur ki, Urmu gölünün quruması bizə təbii ki, böyük fəlakətlər gətirəcək. İnsan həyatını etkiləyən, bölgənin coğrafiyasını etkiləyən fəlakətlər gətirəcək. Amma eyni halda aidiyyət duyğumuzu dəyişdirmə potansiyelinə də sahibdir bu. Çünki insanlar aidiyyət duyğularını yaşadıkları məkan, içində olduqları kültür ilə hiss elərlər. Bu bir bütün oluşturar və dünyanı bu şəkildə oradan yola çıxaraq dərk edərlər və hadisələrə ona görə münasibət bildirərlər. Yəni bu Urmu gölü quruyandan sonra bizim artıq hadisələrə münasibət göstərmə şəklimiz belə dəyişə bilər. Toplum hafizəsindən yola çıxaraq bu itki toplumun tarixi hafizəsini sizdə necə şəkilləndirəcək və bu hafizəni qorumaq sizdə nə qədər mühümdür? Məsələn, bu hafizənin qorunması Urmu gölünün diri saxlamasında köməyi olarmı, yardım edərmi? Əslində bilirsiniz, məncə Urmu gölünün quruması elə bizim milli hökumət, belə deyək də, bizim milli hökumətimiz necə şəkillənib bizim toplumsal hafizəmizdə. Elə Urmu gölü də o şəkildə şəkillənəcək. Yəni
yaşamasıyla necə şəkillənirdisə, qurudulmasıyla da o şəkillənə bilər. Düşünün, milli hökumət necə şəkillənir? Yazılarda, şeirlərdə, həsrət dolu, niskil dolu şeirlərdə qalıb milli hökumət. Müsahibələrdə qalıb, məsələn, hətta balaca-balaca epizodları o müsahibələrin görürsünüz. Təbrizdə, Azərbaycanda, bütün Zəncanda, Ərdəbildə, Urmiyədə çıxan dərgilərdə falan parça-parça oxumuşuq o müsahibələri. Məsələn, pıçıltılarımızda qalıb, səssizlik, yeraltı bir-birimizə yavaşca milli hökuməti anlatmağımızda qalıb, atalarımızın, analarımızın bizə dediyi, danışdığı xatirələrində qalıb. Və bunların hamısı bizdə müştərək bir keçmiş oluşturulub. Oradan yola çıxaraq da düşünün, bütün bunlar gəlir bugün solid bir vəziyyətdə, belə yekparça olur, deyərlər, birləşir harda? Azadlıq, ədalət, milli hökumət şüarı kimi modern cəmi əqlə ya da əqli cəmi dedikləri toplumsal bir əqlə dayalı bir belə gələcəyə işıq tutan bir şüar ortaya çıxarır və bizi birləşdirir öz ətrafında hökumət. Bu bunun bir tərəfidir. Amma digər tərəfdən baxsaq, düşünün, faciələr və yenilgilərin gətirdiyi təhqir hissi də var. Əzilmişlik və təhqir hissi, yenilmişlik hissi. Məsələn, düşünün, biz firqəmizin, milli hökumətimizin və Azərbaycan Demokrat Firqəsinin yıxılmasının mənfi təsirlərini, biz onun mənfi təsirlərindən hələ də qurtulmuş deyilik. Yəni, istismar onu müxtəlif şəkillərdə o yenilgiyi yenidən öz istədiyi kimi tərifləyib bizim önümüzə gətirə bilir. Yəni, biz onunla necə mübarizə eləyə bilərik? Yazaraq. Bax, o müsahibələr, nağıllar, romanlar, işarələr bizi qoruyur o istismarın oluşturduğu diskursa görə. Yəni, istismar nə edir? Gətirir o uduzmuşluq, itirmək hissini, bizim öz əleyhimizə, o statusda saxlamaq üçün istifadə edir. Nümunələri çoxdur dünyada. İndi Urmu gölünə gəlsək, biz Urmu gölü üçün savaşmasaq, biz yenilirik. Urmu gölü qurudulursa, biz millət olaraq Urmu gölünü qorumaq məsələsində yenilirik. Yəni, şikəst deyirik. Və biz mübarizə eləməsək buna, o itirməyin gətirdiyi təhqiri sürəkli yaşayacaq, sürəkli öz içimizdə yeniləyəcək və istismar bunu bir vəsilə kimi sürəkli gələcək nəslində önünə gətirəcək. Düşünün, bugün belə, bax, Təbriz inqilablar şəhəri olub da deyilir. Təbriz inqilablar, Azərbaycan bütünlükdə, xüsusilə Təbriz inqilablar şəhəri olub. Məşrutənin mərkəzi olub, milli hərəkətin, milli hökumətin başkəndi olub. Bütün bunlar ola-ola hələ də bir balaca bir təhrrüklərdə, bu ayaqlanmalarda çıxmayanda tez onu çırpırlar. Azərbaycan neyinir ki, Təbriz heç iş görmədi, hamı oturub, hamı deyilir bunlar. O bizə çox az təsir elər. Çünki biz onun elə həmən materiallardan yola çıxaraq, bizə əmanət qalmış materiallardan yola çıxaraq görürük ki, yox, elə deyil. Amma biz Urmu gölü üçün savaşmasaq, bunun əzilmişliyini heç bir zaman üstümüzdən bir millət olaraq nə bizim nəsil ata biləcək, nə gələcək nəsillər ata biləcək. Ona görə Urmu gölü üçün savaşmaq çox mühüm məsələdir. Bunu yəni küçədə savaşmaq çox əsasdır, amma onun yanı sıra bunun qurudulmasını bir şəkildə keçmişə də gələcəyə də axtarmalıyıq. Məsələn, mən bir şey gördüm, poster gördüm, yazmışdı hekayə yarışması Urmu gölü üçün. Məsələn, bu çox önəmlidir. Bayatılar, şeirlər, xəbərlər, sizin apardığınız bu müsahibə, bunlar elə o materiallar olacaq, mühərrik olacaq bizdə bu toplumsal, bugün oluşturduğumuz gələcək üçün o hafizəni canlandırsın. Posterlər, teatrlar, qadınlar çıxmışdılar xiyabana onun
xəbəri belə gələcək üçün çox mühüm bir rol oynayacaq. Bu önəmlidir. Keçən müsahibələrin birində, bu alınan müsahibələrin birində dostların biri dedi ki, Aral Gölü'nün qurumasına işarə elədi və dedi ki, Aral Gölü Sovetlər Birliyi zamanı, yəni Şuravi zamanı əslində ehya olmağa başlanılmadı. Onlar çox biganə yanaşdılar buna. O da mərkəziyyətçi bir təfəkkürün biganə yanaşdılar. Onun dirildilməsi nə zaman başladı? Qazaxıstan dövləti onu başlatdı. Yəni istiqlallarından sonra özləri milli dövlətlərini qurandan sonra bunun ehyasına bir iş gördülər. Biz heç olmasa onun gələcəkdə milli bir hökumətin əli ilə heç olmasa yaşaması üçün, yenidən canlandırılması üçün bugün üstümüzə düşəni yerinə yetirməliyik. Əlbəttə bunu da deyim, mən burada gətirmişəm, getdim, axtardım mən Urmu gölü ilə ilgili nə var, bu kültürel material nə var ki, keçmişdə bir sürü yəni şey var. Əslində burada vaxt az olduğu üçün onlardan vaz keçirəm. Gələcəyə yönəlik. Məsələn, Məhəmməd Rza İsmailzadə adında birisi, mən internetdə bu axtaranda qarşıma çıxdı. Bayatılar yazıb. Bu çox önəmlidir bunlar, çox önəmlidir. Bunların üzərinə məqalələr yazmaq olar bu bayatılar. Mən ondan 7 bənd oxuyacağam burada, 6 bənd. Deyir, çıxdım Kazım daşına, baxdım gözlər yaşına. Dəysin Osman yumruğu bayısının başına. Baxın, başlayır burada şey eləməyə də, onu belə bu şeiri oxuyanlar gələcəkdə biləcəklər. Orada nə olub ki, bayısı kimdir bunun? Deyir, Zəmbil dağı söküldü, Şor dənizə töküldü. Urmudan Təbrizəcən bir qanlı yol çəkildi. Hayqırır ölüm neynim, yanır Şor gölüm neynim. Əsir dəli küləklər, sovrulur külüm neynim. Şor gölüm var əzabın, nə taqətin, nə tabın. Bu yanğıya hələ döz, bir gün gələr sahabın. Hər deyəni tutdular, Tanrını unutdular. Nə durubsuz ay ellər, Şor gölü qurutdular. Quşların küsüb getdi, çoxu da ölü bitdi. Bir dəniz su qurudu, görün düşmən nə etdi. Xəbər verin ellərə, düşsün hamı dillərə. Urmu gölü göz dikib mədət verən əllərə. Mən ümid eləyirəm ki, Urmu gölünün mədət verən əlləri çox olsun, gölümüzü diriltmək üçün bir işlər görək. Hamımız üstümüzə düşəni yerinə yetirək. Teşekkür ederim Lale Hanım, vaxt ayırıp bizimle bu faydalı bilgileri paylaştığınız için. Çox sağ olun.